İndi isə gəlirik tabelli əlaqələrinə. Tabelli əlaqələr 3 yerə bölünür: uzlaşma, idarə və yanaşma. Uzlaşma əlaqəsinin morfoloji əlaməti, qrammatik göstəriciləri, şəxs, bir də mənsubiyyət şəkilçiləridir. Şəxs eyni zamanda xəbərlik. Şəxs və ya xəbərlik. İkisi də eyni anlayışdır. Şəxs şəkilçisinə harda rast gəlirik? Şəxs şəkilçisinə görə uzlaşmaya mübtəda və xəbər arasında rast gəlirik. Deməli, uzlaşma əlaqəsinə mübtəda, xəbər arasında rast gəlirik. Və uzlaşma əlaqəsi yeganə yerdir ki, asılı tərəf birinci tərəfdir. Ox həmişə ikinci tərəfdən birinci tərəfə gedəcək. Qalan bütün versiyalarda ox ikinci tərəfə gedir. Mübtəda ilə xəbər arasında gəlin şəxsə görə uzlaşmaya baxaq. Məsələn, mən gəldim. Mən gəldim. Nə etdim? Gəldim. Kim? Mən. Burada gəl sözün köküdür. Di, şühudi keçmiş, m, şəxs. Birinci şəxsin şəxs şəkilçisinə görə uzlaşma var. Niyə əsas tərəf birinci tərəfdir? Birinci tərəfə görə ikinci tərəf şəxs şəkilçisinə görə dəyişir. Əgər bu sən olsaydın, gəldin olardı. O olsaydı, gəldi olardı və s. İndi mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma adətən gözlənilir. 99% gözlənilir. Amma istisna hallarda pozula da bilər. Məsələn, gələn, mənəm. Xəbər birinci şəxsin təkindədir. Mübtəda üçüncü şəxsdədir. Qalan bütün versiyalarda gözlənilir. Şəxsə görə gözlənilmə var. Kəmiyyətə görə isə üçüncü şəxsin cəmində pozula bilər. Əgər üçüncü şəxsin cəmində mübtəda insan anlayışı ilə ifadə olunarsa, adətən gözlənilir. Yəni, normalda gözlənilməlidir. Onlar gəlirlər. Heyvan yaxud da quşlarla ifadə olunarsa, quşlar uçurlar, yaxud da uçur, yəni pozula da bilər, pozulmaya da. Amma cansızlarla ifadə olunursa, məsələn, yarpaqlar tökülür. Bu zaman mübtəda üçüncü şəxsin cəmindədir, xəbər təkdə olmalıdır. Əgər üçüncü şəxsin cəmində olan mübtəda cansızlarla ifadə olunarsa, xəbər təkdə olmalıdır. Bu zaman kəmiyyətə görə uzlaşma pozulur, amma qrammatik normanın pozulması sayılmır. Burada qrammatik norma gözlənilir. Əgər kəmiyyətə görə uzlaşma pozulmasa, yarpaqlar tökülürlər. Bu zaman qrammatik normanın pozulması sayılardır. İndi gəlirik. Şəxsə görə uzlaşmanı qeyd etdik. Mənsubiyyətə görə harada rast gəlirik? İkinci və üçüncü növ təyini söz birləşmələri arasında. İkinci və üçüncü növlər arasında. Məsələn, dağ havası. Dağ havası. Üçüncü şəxsin təkinə görə, mənsubiyyətinə görə uzlaşma var. Yenə ox birinci tərəfə gedir. Deməli, ikinci növün arasında uzlaşma əlaqəsi var. Üçüncü növün də arasında, məsələn, onun evi. Üçüncü şəxsin təkinə görə yenə mənsubiyyət var. Üçüncü növün hər üç şəxsinə görə də uzlaşma mümkündür. Mənim evim, sənin evin, onun evi və s. Yenə də uzlaşma əlaqəsində ox birinci tərəfə istiqamətlənir. Demək, gəlin uzlaşma əlaqəsini bir də deyək. Demək, uzlaşma əlaqəsinin göstəriciləri nə oldu? Şəxs və mənsubiyyət şəkilçiləri. Şəxs şəkilçisinə görə mübtəda və xəbər arasında rast gəldik. Demək, şəxsə görə uzlaşma həmişə gözlənilir, istisna hallarda pozula da bilər. Kəmiyyətə görə isə üçüncü şəxsin cəmində cansızlarla ifadə olunarsa, mübtəda və xəbər arasında kəmiyyətə görə uzlaşma pozulmalıdır. İndi isə keçək idarə əlaqəsinə. İdarə əlaqəsinin morfoloji əlaməti, qrammatik göstəricisi hal şəkilçiləridir. Harada hal şəkilçisinə rast gəliriksə, orada adətən idarə əlaqəsi vardır. Haralarda rast gəlirik? İndi gəlin baxaq. Hal şəkilçisi var tamamlıqda, tamamlıqla xəbər arasında və artıq oxu ikinci tərəfə istiqamətləndirə bilərik. Qalan bütün versiyada bütün cümlə üzvlər xəbərdən asılıdır. Bircə dənə xəbər mübtədadan asılıdır. Sonra gəlirik zərfliklə xəbər arasında. Zərfliklə xəbər arasında yenə xəbərə doğru gedir. Məsələn, gəlin bir nümunə deyək. Deyirəm ki, o mənə baxdı. Nə etdi? Baxdı. Kim? O
Kimə? Mənə. Tamamlıqla xəbər arasında idarə əlaqəsi var. Bunu da qeyd edək ki, baxdı xəbərdir. Xəbərlə də mübtəda arasında uzlaşma əlaqəsi var. Bu cümlədə bir uzlaşma, bir idarə əlaqəsi var. Zərfliklə xəbər arasında zərfliyin hansı məna növlərində hal şəkilçisi varsa, o zərfliklə xəbər arasında idarə əlaqəsi olur. Adətən yer zərfliyində olur. Məsəl üçün, uşaqlar həyətdə oynayırlar. Kim? Uşaqlar. Harada? Həyətdə. Bu zaman zərfliklə xəbər arasında hal şəkilçisi var deyə idarə əlaqəsi var. Qalan bütün versiyalarda da ola bilər. Məsələn, zərfliyin hansı növündə məqsəd zərfliyi, ondan sonra səbəb zərfliyi, məqsəd zərfliyi deyək ki, onlar məktəbə oxumağa gedirlər. Nə məqsədə? Orada hal şəkilçisi var deyə orada idarə əlaqəsi var. Məsələn, işləməkdən əlləri qabar-qabar olmuşdu. Nə səbəbə? İşləməkdən. Orada hal şəkilçisi var deyə yenə orada idarə əlaqəsi var. Söz birləşmələri arasında da idarə əlaqəsinə rast gəlirik, çünki orada da hal şəkilçisi var. Üçüncü növün arasında, məsəl üçün, onun sözü birləşməsində mənsubiyyət var deyə ikinci tərəfdən birinci tərəfə uzlaşma, birinci tərəfdən ikinci tərəfə isə idarə əlaqəsi gedir. Çünki burada hal şəkilçisi var, burada da mənsubiyyət şəkilçisi var. Deməli, üçüncü növ təyini söz birləşməsinin arasında həm uzlaşma, həm də idarə əlaqəsi var. Bu da bizim idarə əlaqəmiz. Gələk yanaşma əlaqəsinə. Yanaşma əlaqəsinin morfoloji əlaməti, qrammatik göstəricisi yoxdur. Heç bir şəkilçi ilə düzəlmir. Sadəcə məna əlaqəsi ilə yanaşır. Haralarda rast gəlirik? Təyinin izah edə biləcəyi bütün üzvlər arasında. Təyinlə mübtəda, təyinlə tamamlıq, təyinlə zərflik, təyinlə xəbər, mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Məsələn, qeyd eləyək. Təyinlə təyin, o mənə qırmızı yun şalı verdi. Nə etdi, verdi? Kim? O. Nəyi? Şalı. Necə şalı? Yun. Necə şalı? Qırmızı yun. Kimə? Mənə. İndi baxırıq. Mübtəda ilə xəbər arasında qeyd elədik ki, uzlaşma əlaqəsi var. Bunu qeyd eləyək. Uzlaşma, idarə, bir dənə də yanaşma. Mübtəda ilə xəbər arasında bir uzlaşma qeyd etdik. Şalı verdi. Burada hal şəkilçisi var. Deməli, bir idarə. Deməli, mənə verdi. Burada da hal şəkilçisi var. Deməli, bir dənə də idarə. Yun, təyin tamamlığa aiddir. Yun, şalı. Bu ikisi arasında yanaşma əlaqəsi var. Qırmızı yun. Necə yun? Təyinlə təyin arasında yenə yanaşma əlaqəsi var. Deməli, bu cümlədə bir uzlaşma, iki idarə, iki yanaşma əlaqəsi var. İndi isə gələk təyinin digər cümlə özləri arasında, təyinlə mübtəda arasında yanaşma əlaqəsi var. Məsələn, qeyd edək ki, böyük bacım bizə gəldi. Nə etdi, gəldi? Kim? Bacım. Hansı bacım? Böyük. Haraya? Bizə. Yenə mübtəda ilə xəbər arasında nə etdi, gəldi? Kim? Bacım. Uzlaşma, idarə, yanaşma. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi olur. Haraya? Zərflikdir, amma yer zərfliyidir. Hal var deyə. Zərfliklə xəbər arasında hal var deyə idarə əlaqəsidir. Təyinlə mübtəda arasında yanaşma əlaqəsi var. Bu cümlədə bir uzlaşma, bir idarə, bir də yanaşma əlaqəsi var. Gələk təyinlə tamamlıq arasına. Deməli, özüm qısa cümlələrdən istifadə edirəm ki, yəni anlaşılan olsun. Qara qələmi
qələmi mənə ver. Nə et ver? Bu cümlədə mübtəda yoxdur deyə uzlaşma əlaqəsi yoxdur. Nə et ver? Kimə, mənə, nəyi, qələmi, necə qələmi, qara qələmi. Mənə ilə ver arasında idarə, qələmi ilə ver arasında yenə idarə. Bax, fikir verirsinizsə, hansı sözün əlaqəsi, hansı sözlə əlaqədar olduğunu bilmək istəyirsinizsə, o iki sözü bütövlükdə götürün, sual verin. Qələmi ver, mənə ver. Bax, qara ver. Əlaqəli deyil deyə, onun arasında sintaktik əlaqə yoxdur. Amma qara, qələmi. Bu iki söz arasında yanaşma əlaqəsi var. Deməli, təyinlə tamamlıq arasında qeyd etdik. Bir dənə də təyinlə zərflik arasında qeyd edək. Deyək ki, yuxarı məhəllədə səs-küy idi. Səs-küy idi. Səs-küy idi. Harada? Məhəllədə. Hansı məhəllədə? Yuxarı məhəllədə. Bu iki söz arasında hal şəkilçisi var deyə idarə, yuxarı məhəllədə isə yanaşma əlaqəsi var. Təyinlə xəbər arasında da deyək ki, o böyük bacımdır. Odan sonra vergül qoyulur. Deməli, kimdir bacımdır? Kim o? Hansı bacımdır? Böyük bacımdır. Təyinlə xəbər arasında da yenə yanaşma əlaqəsi mövcuddur. Deməli, təyinlə təyinin izah etdiyi bütün cümlə üzvləri arasında yanaşma əlaqəsi mövcuddur. İkinci görək yanaşma əlaqəsinə harda rast gəlirik? Bayaq qeyd etdim ki, yer zərfliyi, ümumiyyətlə hal şəkilçili olan zərfliklə xəbər arasında hal şəkilçisi var deyə idarə əlaqəsi var. Hal şəkilçisi olmayan zərfliklərlə xəbər arasında isə yanaşma əlaqəsi olacaq. Bu hansı zərfliklə ola bilər? Zərfliklə xəbər arasında yenə yanaşma əlaqəsi deyirik. Zaman zərfliyi, tərzi hərəkət, kəmiyyət, səbəb və məqsəddə hal ola da bilər, olmaya da bilər. Məsələn, qeyd edirəm, zaman zərfliyi axşam gəldilər. Axşam gəldilər. Nə etdilər? Gəldilər. Nə zaman? Axşam. Axşamla gəldilər arasında yanaşma əlaqəsi var. Tərzi hərəkət zərfliyi yaxşı danışır. Yaxşı danışır. Nə edir? Danışır. Necə? Nə tərzdə? Yaxşı danışır. Kəmiyyət zərfliyi xeyli güldü. Xeyli güldü. Nə etdi? Güldü. Nə qədər? Xeyli. Yenə yanaşma əlaqəsi mövcuddur. Bir də yanaşma əlaqəsi birinci növ təyini söz birləşməsi arasındadır. Məsələn, deyirəm ki, sarı vərəq. Sarı vərəq. Birinci növ təyini söz birləşməsi arasında yenə yanaşma əlaqəsi mövcuddur.